Bütün xalqın uşağı. Bizdə xalqın uşağı nə mənada bilirsən? Evet. Nə mənada? Halkın balası. Ay ya Allah safımdır. Yox. Ne o? Halkın uşağı. Xalqın balası. Bizde şu gibi söylenir de. Xalqın uşağı nə anlamda bilirsən Azərbaycanda? Ha ne dedi onu? Sana söyleyeyim mi ne anlamda? Ha. Hı. Xalqın uşağı, bax, mesela mən yetərəksizəm, doğru mu? Məni əlimdən heç bir iş gəlmir. Mənim annem səni mənə misal göstərir. Deyir ki, mesela bax, xalqın uşağına bax. Yəni şaha bax, həm rejissordur, həm müğənnidir, həm rəssam. Sevinməyin, məsəl üçün deyirəm. Həm mahnıları özü yazır, həm səsi gözəldir, həm yemək pişirməyi bilir. O xalqın uşağı sənsən. Aa, jurtun balası ol. Jurtun balası. Düşündünüzler mi? Halkın uşağı dep aytadi eкен bizdeki jurtun balasına karaş, ana jurgo ana palençe niye kıvatır? Ana niye kıvatır palençe jurtun balası bit etti. Aa, bularda da var eken de. Aa.